Artıq referans klinik laboratoriya mərkəzi təkcə narkotik maddələr deyil, həmçinin antidepressantlar, antipsixotrop maddələrin təyinini də ən müasir LC-MS texnologiyası ilə daha geniş panel şəklində həyata keçirir. Bu analizlər gözlənilməz psixoloji reaksiyalar, zəhərlənmə halları və eləcə də klinik və hüquqi araşdırmalarda etibarlı nəticələr əldə etmək üçün böyük əhəmiyyət daşıyır. Nəzarətsiz istifadə olunan bəzi dərman maddələri, tramadol, morfin, fluoksetin, olanzapin, amitriptilin və s. asılılıq riski yaradır, psixoloji və fiziki təsirlər göstərə bilir və bəzən həyatı təhlükə yarada bilər. LC-MS metodu ilə 200-ə yaxın dərman və dərman qrupları aşkarlana bilər. Bunlara opioidlər, amfetaminlər, kannabinoidlər, kokain, benzodiazepinlər, antidepressantlar, antipsixotroplar, ağrı kəsicilər və digər psixoaktiv maddələr aiddir. Qeyd edim ki, bu analiz yalnız qanda maddənin mövcudluğu deyil, həmçinin bir müddət öncə istifadə edildiyi maddə və maddələr qalığının izlərini aşkar edə bilər. Bunu da bilməyiniz vacibdir ki, hər bir maddənin orqanizmdə qalma müddəti fərqlidir. Bu bir neçə saatdan bir neçə həftəyə qədər dəyişə bilər. Aşkarlanma müddətinə fərdin yaşı, qəbul edilən doza, istifadə tezliyi, qaraciyər və böyrək funksiyaları kimi fərdi xüsusiyyətlər təsir edə bilər. Sizin sağlamlığınız bizim öncəliyimizdir.